Herkese selam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün Ayla'nın Bağçadakı ilk günüdür ve ben bunda vloga çekmeyi istedim. Hazırda Ayla yatır, onu uyandıracağım. Saat 7'dir. 8'de Bağçada olmalıdır. Ona göre de ben de bugün 7'den durulsun dedim ve videoya çekeyim. Sabah xeyir, durdun? Durdun sen. Hadi. Ayla üçün xüsusi bir yemək hazırlamışam. Ayla Gerkulesi heç sevmir, mən isə ona Gerkulesi qarışdırıb bir yemək hazırlamışam. İndi göstərəcəm onu və abuşa suku verəcəm. Daha sonra əzləyib, əlini geyinib bağçaya gedəcəyik. Dur. Yemək buradadır. Həqiqətən Gerkulesi çıxmış. Deyəcəksiniz, amma diqqətlə baxsaq içində Gerkulesi olduğunu görəcəksiniz. Sadəcə içinə biraz püre, yoğurt, qatıq falan qarışdırmışam. Ona görə o qədər də Gerkulesi almışam. Görün bunu yiyəcək. Yanında da ən sevdiyimiz Akuşa'nın alma soku var. Ayla gel. Yemeğin hazırdır. Ne var? Dostlar, Ayla'nı oturttum. Normalda əlini dəyişərdim, amma indi dəyişmədim. Çünki yeməğini yesə, yəni üstün tökülməz. Ayla tükərək yeməyi çox sevir. Ona görə də əlini dəyişmədim mən. Pijamaları ilə qaldı. Yeməyini yesin. Ondan sonra da bağça üçün hazırlayacağım. Yəni yeməyini yeyəndən sonra əlini dəyişəcəyik. Yemeğinin hamısını yedi. Həqiqətən çox sevdi. Biraz da sok verəcəm. Ondan sonra ağzını falan yuyub o şəkildə gətirəcəm. Ağzı gördüyünüz kimi batdı. İndi əminəm ki, anladınız ki, niyə paltarlarını geyindirmədim. Ağzını təmizləyim, gəlirəm. Gəldik. Aylanı geyindirdim, elədim və gətirdim. Azı geyindirim, elə davam edeyim dedim. Saçına iki tərəfdən gözəl bantik taxdım. Bu yeni aldığım nərəng açıq roz da deyil, gül rəngi, gül qurusu rəngini gində kombinezonunu geyindirdim. Altdan ağ bodik və təbii ki, çorablarını geyindirdim. Evdən çıxmadan əvvəl də bu krasovkalarını geyindirəcəm. Özənliklə almışıq bunları, özənliklə bugünə hazırlaşmışıq ki, ilk gün bağçaya gedəsən, dön. Hop. Saçının arxasını bu şəkildə hörmüşdüm. Ayla açmağımı istəmədi və bu şəkildə də qaldı. Belə kiçik-kiçik hörüklər. Aylanın ad günü bilirsiniz ki 1 iyundadır və 1 iyunda açacağım bunları. Buruq-buruq olacaq saçı. Ayla üçün donu da var. Gözəl rozlu don geyinəcəyik və ad günü keçirdəcəyik Aylaya. Bir dəqiqə. İndi Aylanın çantasını hazırlayaq. Amma ondan əvvəl mini bir qələm qabı turu eləyək. Mini qələm qabı çəkeyim. Burada Aylanın ruçkaları və karandaşı var. Bu şəkildə balaca bir ruçkası var. Ondan sonra belə rozlu ruçka və karandaşı var. Başqa bir də burada bazar var. Sonra indi arxasını çəkəcəm. Ən arxada isə pandalı rəngli qələm var. Bu şəkildə. Burada istədiyiniz bir rəngi seçirsiniz və yazırsınız. Seçirəm yaşıl. Yazıram, ondan sonra da basıram və oldu. Daha sonra rəngli qələmləri var. Bir dənə qələm yunan var. Və qələmlər. Rəngli qələmlər və flomasterlər. Ayla həqiqətən bu flomasterləri çox sevir. Qələm qabı bu qədər idi. Bu arada Ayla bağçaya gedir. Burada bir dənə xətkeş və dəftərlər. Bu şəkildə bir ədəd Azərbaycan dili dəftəri lazım olar deyə düşündüm və qoydum. Bir ədəd də riyaziyyat dəftəri var. Ondan sonra ingilis dili kitablar və məktəbə qədər olan kitablar. Bu da əsas kitablarıdır. Bu şəkildə hərflər falan var. Rəqəmlər, bədən üzvləri, figurlar, ev heyvanları, hansı bundan öyrənəcəklər. Əlavə kitab versələr, təbii ki, onları da bura əlavə edəcəm. Əslində Aylaya balaca bir çanta alacaqdım, ancaq əşyalar sığmadığı üçün mən də məcbur bu iki çantanı götürdüm. Daha su qoyacağım hələ. Bunları içinə qoyum.
Hamısını bu şəkildə qoydum. Hələ Aylaya ev tapşırıqları veriləcək. Onları da təbii ki edəcək və video çəkəcəm. Bu arada Timur bugün nənəsindədir. Mən vlog çəkəcəm dedim. O da nənəsini götürdü dünəndən. Nənəsi ilə birlikdədir. İndi bunu bax. İyi, все, hazırıq. Amma Aylaya bir də su qoyacağam, adi su. Çünki yemək bağçada verirlər, amma susayanda dərsdə falan susa deyə bu şəkildə su qoyacağam. Orada bu uzunlara bayılıram mən. Öncə də qoyum. Ayla bir-iki dənə oyuncaq götürmək istəyirəm. Hə Ayla, dünən deyirdin götürəcəm, indi götürmək istəyirsən. İstəyirəm. Onda onları gətir qoyaq. Daha sonra bu arada müəlliməsindən indi xəbər gəldi. Ayla ilə günorta yatmağa da qalacaqlar. Ona görə də geyim qoymalıyam. Oyuncaq olaraq nə gətirdim? Oyuncaq olaraq bunu gətirdik. Bir ədəd Barbie kuklası, bunu çox sevir, həqiqətən çox sevir. Və yuxu oyuncağı. Çünki Ayla bilirsiniz ki, mənlə yatır. Yəni bu vaxta qədər bərabər yatır. Mən yatırmışam onu. Ancaq bu gündən sonra mən olmayacağım üçün bununla yatacaq. Nənəsində qalanda da mən olmayanda bununla yatırdı. Hoppa. Orada qalasın günorta. Gözəl dostlarınla qalacaqsan. Oy. Çox gözəl olmadı. Mən çox bəyəndim Aylanı belə. İndi geyimini göstərim. Geyim olaraq da bu şəkildə bir body qoydum. Qısa qollu. Çünki Ayla çox tərliyir yatanda bunu geyinər. Bunları onsuz çıxardacaqlar əynindən, amma bununla yatacaq. Bir dənə də nə olar nə olmaz deyə bu şəkildə bir şalvar qoydum. Çox bu qədər. Bunları indi çantasına əlavə edək. Kitablardan o qədər ağır oldu. Yəni seçdiyimiz bağça həqiqətən çox yaxşıdır. Bu bağça da həm məktəbə qədər tapşırıqlar verəcəklər, dərs hazırlayacaqlar. Məncə ilk gündən tapşırıq verməzlər, amma yenə də qoydum. Ön cibədə. Bax qoyuram elə. İtirmə, yaxşı, sonra itirəndə çox ağlayır. Tapa bilməyəndə çox ağlayır. Bu oyuncağı zaten müəlliməsinə deyəcəm orada ki, yəni bu olmasa Ayla yata bilmir. İndi qoydum. Cibə sığmadı, mən də arxaya qoydum. İndi bağlayım. Və hazırıq. İndi aşkım bir də ayaqqabılarını geyinək. Ondan sonra da şey eləyək, bağçaya gedək yavaş. Bağçada maalesef çəkiliş icazə yoxdur. Bağçada, məktəb bu yerlərdə çəkiliş icazə olunur. Amma bağçanın qapısına qədər aparacağım Aylanı. Orada çəkiliş edərəm. Amma icazə verilmir bağçanı da göstərməyə. Amma çöldə çəkəcəm, yəni gəzdiyim sürətdə qayıdandan sonra falan gözəl vlogumuzu çəkəcəm. Ayla bağçadan gələndən sonra fikirlərini deyərsən. Yaxşı? Müəlliməni incitmə, tombuşum. Hadi gəl. Zaten Ayla o qədər incidən bir uşaq deyil. Onu da açsın. Geyin görüm. Tada, bu da Ayla. Və bu da çantası. Hazırıq, indi evdən çıxırıq biz. Bağçaya gedirik. Siz də neynisiz bu ərəfədə? Neynirlər Ayla özündə? Kanalıma abunə olursunuz, like atırsınız. Bir də paylaşırsınız ki, hamı görsün. Fikirlərinizi də yorumlara yazırsınız. Aferin sənə. Aylan dediklərinin hamısını eləyirsiniz. Biz də bağçaya gedirik. Ondan sonra növbəti vlogumuzda ev tapşırıqlarını eləyəcəyik. Ayla ilə bərabər təbii ki ev tapşırığı versələr. Nəysə, bay bay. Digər videolarda görüşənə qədər. Bay bay.